Azərbaycan xalqına Çexiyadan ateşli salamlar. Deməli, keçən videoda demişdim ki, gələn videoda özüm şəxsən ev tutmuşam. Evin qiymətini sizə açıqlayacağım. Neçəyə başa gəlir ev tutmaq. O barədə danışacağım. Bu günləri deməli belə ev tutmaq deməli tək hər ay bizdəki kimi evin pulunu verməklə bitmir. Deməli, ev tutmaq üçün sən gərək 2 aylıq evin pulunu zalog kimi, girov kimi elə bir ki, qoyursan, ev yerisinə verirsən. Misal üçün, evin qiyməti 15.000 krondursa, deməli 30.000 kron sən ev yerisinə o pulu ödəyirsən. Misal üçün, mən öz evimə deməli 13.000 kron vermişəm. Belə də ki, qiymətləri indi mən Çexiyada deyirəm. Onu inşallah burada yazacağım, baxarsınız Azərbaycan manatı ilə nə qədər edirsə. Deməli 13.000 kron deməli 1 aylıq evin puludur. Mənim yəni özümün ödədiyim pul. 4.000 kron isə əlavə verirəm kommunal haqqı, yəni işıq pulu, qaz pulu, nə bilim zibil pulu, su pulu, yəni bunlar hamısı onun içərisində gedir. Cəmi bir yerdə eləyir 17.000 kron. Hər ay 17.000 kron ödəyirəm. 35.000 kron mən ancaq kauçya ödəmişəm, yəni zalog. O zalog da nə olan şeydir? Sən müəyyən vaxtdan sonra, yəni vaxt hansısa çıxıb getmək istəyirsənsə, həmən vaxt gedəndə evin yerisi gəlir, evə baxış keçirdir. Əgər o evdə hər hansı bir sınan bir yer varsa, sınıb dağılan bir yer varsa, sökülən bir yer varsa, nə bilim kranı sındı, nə bilim kafeli vurdun, sundurdun, duşu vurdun, sundurdun, nə bilim neysə vurdun, sundurdun, divarı körladın, kraskasını, nə bilim şəkili vurdun, sundurdun divarda. Yəni min dənə şey də, yəni nə baş verə bilərsə evdə, neysə bir qəza törətmisənsə, həmən o puldan o şeyi çıxır. Yəni elə bir ki, onu bir özünə bir straxovka kimi alır o pulu səndən, özündə saxlayır. Əgər yox, sən evi normal qaydada təhvil verirsənsə, yəni heç bir şey sındırmamsansa, bir evə girir baxır, sənə verdiyi kimi təhvil alırsa, deməli həmən o verdiyin o kauçya pulunu, yəni zalogu, onu sənə qaytarır. Abratını verir sənə. Yəni heç bir problemsiz, zadsız. Mən 35.000 ona vermişəm. Plus əlavə 17.000 kron evə köçən günün ödəmişəm. İlk günü ödəmişəm ki, mən bu gündən qalıram. Həmən gündə onu ödəmişəm. Deməli 35, 17, 52.000 kron eləyir. Wow! Deməli burada bu hələ yaxşı haldır, Yəni deməzdim yaxşı haldır, yəni orta haldır. Elə evlər var ki, səndən zalog almır, amma elə evləri tapmaq çox çətindir. Yəni çox çətinliklə sən gəlib bu evləri tapa bilərsən, eləncə bir evi ki, səndən kauçya almasın, zalog almasın. Bir də çox çətindir realtorsuz ev tapmaq. Mən hələ realtor pulu verməmişəm. Yəni bir var, o da ki, evi tanışlıqla tapdım. Mən qaldığım yerdə qonşulardan kimi gördüm deyirdim də, işdə, nə bilim orada, burada kimi gördüm deyirdim ki, ev axtarıram, amma realtorsuz. Mənim bəxtimdən belə oldu ki, həmən o evdən kakras çıxıb gedirdilər. Ukraynalılar qalırdı, Ukraynalılar çıxıb gedirdilər və elə kakras o momentə düşdü ki, mən onların köçdüləri evə köçdüm. Yəni həmən o realtor da onlara demişdi ki, əgər siz köçən günə qədər bura adam tapmazsa, sizin o verdiyi zalogu mən sizə qaytarmayacağam. Ne üçün? Çünki onlar ev yerisinə gec demişlər. Yəni axırıncı momentlərdə demişlər ki, biz çıxıb getmək istəyirik. Deməli, evi də çıxıb getmək istəyirsənsə 3 ay deyirsən qabaqcadan, 2 ay ya 3 ay qabaqcadan xəbərdarlıq eləməlisən ki, mən çıxıram. Çünki o da başlasınlar ev axtarmağa ki, səndən sonra evlər boş qalmasın. Düzdür, əslində burada evlər boş qalmır. Elə kimin boş evi varsa, yəni sırası klient çıxır o evə. Amma realtor da, yəni pul qazanmağa görə, yəni belə şeylərə əl atırlar. Deməli, mən 52.000 kron ödəmişəm evə. Sonra gələn ay, indi mən məsəl üçün 1 aydır artıq orada qalmışam. Bu günləri mən ona 2-ci ayın pulunu 17.000 kron ödədim. Yəni gəldi, evdən əl-bəl saydım, verdim ona 17.000 kron. Deməli 52.000 o, 35.000 o, 35.000 o, 17.000 o, 52.000. Plus da əgər mən realtorla ev tapsaydım, plus da elə bir ki 15.000 ya da 13.000
kron təqribi 13 min, yəni bir aylıq pulu verirsən realtora ki, sənin üçün ev tapıb. Yəni mən o baxımdan baxıram ki, bu çox insafsızlıqdır əslində. Yəni hədsiz dərəcədə çoxdur. Bir ayın pulunu sən realtorlar alırlar. Yəni burada, yəni mən biləni burada bütün realtorlar elə alırlar. Yəni bir aylıq evin maaşını, evin pulunu realtor özünə götürür. Deməli, indi hesablayın da, yəni neçəyə başa gəlir. Yəni ev tutmaq çox çətin məsələdir, çox baha başa gəlir. Əgər sən tanışdığınla realtorsuz, bir də kauçasız, yəni zaloqsuz ev tapsan, elə bir ki, papaqlı at göyə, hoşum sevin də şəllən özün üçün. Görün nə qədər qabaq düşürsən. Gələn video istəyirəm sizin üçün məlumat verim. Ümumiyyətlə Çexiyaya gəlməyə dəyər, yoxsa Çexiyaya gəlməyə dəyməz. Yəni bu barədə istəyirəm məlumat verim. Yəni kimlər üçün bura gəlməyi daha sərf eləyər, kimlər üçün sərf eləməz. Yəni bu barədə video çəkmək istəyirəm. Sonra kommentlərdə də öz fikirlərinizi yazarsınız. Yəni gəlməyə dəyər, gəlməyə dəyməz. Yəni o qalır sizin öz işinizdir, öz haqqınızdır. Yəni bu barədə məlumat verəcəm. Allah qoysa, siz də şərhlərdə öz fikirlərinizi yazın. Sonra kanala abunə olun. Bir də kimin nə sualı varsa, suallara cavab verməyə hər zaman hazıram. Demək olar ki, yox elə bütün kommentləri oxuyuram və çalışdığım qədər də cavab yazıram. İndi ola bilər kiməsə qısa yazıram, kiməsə ola bilsin biraz ətraflı yazıram. O mənim vaxtımdan asılı olur. Çünki həqiqətən axır vaxtlar çox gücləndirilmiş iş rejimində işləyirəm. O da vaxtı gələcək deyəcəm, niyə görə nə üçün işləyirəm. Yəni bu lazımdır. Sonra bir də mənə sual verirlər ailə birləşməsi barəsində. Ailə birləşməsi barəsində bir qədər müddətdən sonra çəkəcəm o barədə. Çünki istəyirəm tam məlumatlı olum, tam bütün lazım olan məlumatları əldə edeyim. İnşallah ondan sonra mütləq bu barədə video çəkəcəm. Biraz geniş video olacaq, uzun video olacaq. O da ki, kimə ailə birləşməsi lazım olacaqsa, onlar üçün olacaq əlbəttə ki, maraqlı. Və yaxud da ki, kim bura gəlmək istəyir, gələcəkdə ailə birləşməsi eləmək istəyirsə, onlar üçün də çox maraqlı bir video olacaq. Çünki bütün həqiqətləri sizə deyəcəm. Ümumiyyətlə, mən bütün videolarımda çalışıram ki, sizə ancaq və ancaq həqiqətləri deyim. Çünki yalan demək birincisi özümə yaraşdırmıram, ikincisi yaşıma yaraşdırmıram. Və ümumiyyətlə yalan deyəndə burada mən nə uduram, yoxsa kimsə nəsə udur. Yəni ona görə mənim yalan danışmağıma heç bir əsas yoxdur, bir səbəb də yoxdur. O baxımdan mənim yalan danışmağa heç fikrim ağlımın ucundan da keçmir. Niyə görə yalan danışım? Birincisi, sabahları mən burada yaşayan Azərbaycanlılar da çıxır, Azərbaycanlıların qarşısına da çıxır bu videolar. Sabahları çıxıb şərhlərdə mənə deyirlər ki, niyə cəmaatı aldadırsan, niyə yalan deyirsən? O Bakıda olanlar bir də ölsən hələ şeylər yazırlar mənə. Yəni gülməyim gəlir, yəni həqiqətən gülməyim gəlir ki, yəni sən Bakıda oturmursan, bilmirsən, kimdənsə nəsə eşidirsən, gəlib mənə deyirsən. Amma mən burada videoda faktiki öz yaşadıqlarım, gördüklərim, bir də yaxınlarımın başlarına gələn şeylərdən şeyləri danışıram. Yəni özümdən uydurub nəsə danışmıram. Yəni logiki fikirləşib nəsə demirəm özümdən. Nəyi bilirəmsə ona cavab verirəm. Nəyi bilmirəmsə deyirəm bilmirəm. Məsəl üçün deyirəm 50 yaşında kimi bura adam gətirib, tanıdığım adam gətirdirə bilir. Kimisi yazır ki 51 yaşım var, gələ bilərik. Mən yalandan durmam imkan gələ bilərsən. Faktiki mən tanıdığım adam 50 yaşında kimi adam götürüb gələ bilir də bura. 51-i mən ona necə yalandan deyim? Ola bilər kimsə adam götürə bilir. Yəni də deyirəm, bəlkə də kimsə, hansı bir şəxs, bəlkə 60 yaşında adam götürüb gələ bilir bura. Yəni bilmədiyim şeyi demirəm. Hoşum, neysə, başınızı ağratmayayım. Gələn videoda inşallah görüşmək ümidi ilə. Hələlik sağ olun. Kommentlərdə öz fikirlərinizi yazın, kanala da abunə olun. Hələlik sağ olun. Mən getdim bazarlığa. Sağ olun.